Universitetdə oxuduğunuz müddət ərzində sizə ən çox inkişaf elətdirən dərslər hansı var idi və yaxud da ki, layihələr olubmu, siz onlara qoşulmusunuzmu? Bu barədə zəhmət olmasa məlumat verərdiniz. Aha, ən çox inkişaf elətdirən dərslər ümumiyyətlə birincisi inkişaf üçün həmin təməli atan dərslər ümumiyyətlə fizikadır və bizim elektromaqnetizm fokuslu bir dərsimiz də var idi, hansı ki o mənim ixtisasımın təməlini atır. Yəni bütün avadanlıqların işləmə prinsipini başa düşmək üçün birinci həmin fənləri anlamalıyam. Burada söhbət yüksək qiymətlə keçməkdən getmir. Daha çox işləmə prinsipini başa düşmək üçün iləridə bu sizə çox lazım olacaq. Nəyin nə üçün baş verdiyini başa düşməyə çalışmaq lazımdır deyə düşünürəm. Gələndə isə layihələrə və fənləri də burada qeyd edə bilərəm əslində. Məsəl üçün fizikanı yaxşı qavradıqdan sonra, fizika 2-ni əsasən, bizdə var idi elektrik dövrələr nəzəriyyəsi 1 və 2, çox vacib fənlərdir. Sonra elektrik maşınları, bu da eyni şəkildə və elektrik sistemi, güc sistemlərinin mühafizəsi. Bu tipli bir dərsimiz var idi. Mən ingilis dilində tərcümə edərək bunu deyirəm. Bu dərslər ən çox önəmli olan dərslərdir bizim ixtisas dərslərimiz arasında mənim şəxsi fikrimcə və bunları yaxşı mənimsəyəndən sonra siz bir çox artıq rəqiblərinizdən qabaqda olmuş olursunuz. Gələndə isə layihələrə yumşaq bacarıqlar cəhətdən məni inkişaf elətdirənlər ən çox könüllülüklər olub əlbəttə ki. COP29-da könüllü kimi fəaliyyət göstərmişəm. Çox əla bir təcrübə idi və deyə bilərəm ki, əgər bu tipli bir tədbir Azərbaycanda təkrardan keçiriləcəksə, yəni qaçırmayın, mütləq qoşulun. Bundan əlavə Society of Petroleum Engineers-də hal-hazırda da fəaliyyət göstərirəm. Bu da mənim üçün çox müxtəlif növ qapılar açan bir fürsət olub. Eyni şəkildə məni çox inkişaf elətdirib. Ümumiyyətlə, harda ki international bir cəmiyyət var, harda ki elə bir fürsət var, siz başqa millətlərdən olan həm tələbələr, həm də mütəxəssislər də bir araya gələ bilərsiniz. Onu mütləq şəkildə yəni dəyərləndirin. Çox sağ olun. Bundan əlavə mən imtahanlar barədə danışmaq istəyirdim. İngilis sektoru olanda müəyyən qədər imtahanda çətinlik yaranır tələbələr üçün və bundan əlavə də deyilənə görə Adansuda imtahanlar çətin olur, daha sonra tələbələrin çoxu kəsilir. Sizcə həqiqətən bu belədir və kəsilən tələbələr sizcə nə üçün kəsilirlər? Bizdə mən bir dənə onu bilirəm ki, ondan əminəm ki, Rus sektor, İngilis sektor və Azərbaycan sektorda vəziyyət fərqli olur. Bu bilmirəm necə deyərlər. İstəyərəkmi bu hal gəlib çıxır ortaya, yoxsa sadəcə təsadüfi bir şeydirmi? Bu haqqda bir şey deyə bilmərəm. Amma ki kəsilmək məsələsinə gəldikdə, bizdə əvvəl ümumiyyətlə suallar verilmirdi, imtahan sualları. Çox yeni bir dəyişiklikdir ki, artıq bizlə imtahan suallarını paylaşırlar. Amma mən şəxsən bunun çox böyük bir fərq yaratdığını da düşünmürəm. Çünki mühazirəni oxuyarkən müəllimlər həmişə bizə başlıqları verib, əsas başlıqları. Və təxmin etmək olur ki, həmin başlıqlardan suallar düşəcək. İmtahan sualları heç vaxt mənim üçün bir sürpriz olmayıb şəxsən. Əminəm ki, heç kim üçün də olmaz. Burada unpredictable, gözlənilməz bir şey yoxdur. Çünki imtahan suallarında əgər məsəl üçün sizin fənniniz kalkulus deyilsə, əlbəttə ki, məsəl üçün riyazi əsaslı bir fənn deyilsə, misal məsələ görməyiniz çox nadir haldır. Siz sadəcə müəyyən mühazirədən bir hissəyə cavab verirsiniz. Ona görə düşünürəm ki, çox da çətin bir şey yoxdur. Çünki nə gözləyəcəyinizi, nə ilə qarşılaşacağınızı bilirsiniz, belə deyim. Amma asan da deyil. Çünki material çoxdur. Bunu çətin edən sizi düşündürməsi deyil, sadəcə materialın çoxluğudur. Bu halda mən şəxsən çətin adlandıra bilmirəm. Belə. Kəsilməyə gəldikdə isə bu müəllimdən asılıdır həqiqətən. Yəni qiymətləndirmə hər nə qədər çalışılsa da ki, obyektiv olsun, hər insan fərqlidir. Hər müəllimin gözləntiləri də sizdən fərqli olacaq. Ən yaxşısı semestrin ilk günlərində maksimum çalışın, müəllimin sizdən gözləntisini başa düşün və istər-istəməz ona uyğunlaşmağa məcbursunuz. Bu insan sizə o fənni tədris edir, sizdən müxtəlif şeylər gözləyə bilər. Əlbəttə ki, tədris çərçivəsində. Bu şəkildə əminəm ki, problem yaşamazsınız. Yəni mən bir ədalətsizliklə qarşılaşmamışam indiyə kimi ya da çox qeyri-adi bir halla qarşılaşmamışam. İmtahan sistemi hər şey bəllidir, açıqdır. Belə, yəni. Çox sağ olun. Bəs imtahan prosesi necə olur? Yazılı, şifahi, yoxsa həm yazılı, həm şifahi? Bu çox dəyişib mənim oxuduğum illərdə. Hal-hazırda dediyim kimi sualları bizlə paylaşırlar və imtahanlar əsasən yazılıdır. Amma səhv etmirəmsə, xüsusi istək üzərinə bəzi fənlərdə ya da bəzi müəllimlərdə yazılı şifahi də edilir bildiyim qədərilə bəzi imtahanlar. Amma dediyim kimi bu çox dəyişib son bir neçə ildə. İmtahan prosesi necə olur? Əvvəla suallar bizlə paylaşılır semestrin əvvəlində hətta. Bu da sizə hazırlaşmaq üçün çox uzun müddət vaxt verir. Və orada məsəl üçün kredit sayını, kreditə əsasən 45 dənə sual, 60 dənə sual və s. bu tiplə olur. Fəndən fənnə dəyişir.
və həmin suallardan 5-i sizin üçün imtahan vərəqinizdə düşür. Siz də onları cavablandırmalısınız. Çox sağ olun.